Bugünkü dərsimiz Sigmund Freud'in libido nəzəriyyəsidir və libido nəzəriyyəsindən başqa psixoseksual inkişaf mərhələləridir. Lövhədə yazmışam, danışacaq görəcəksiniz. Deməli, biz Sigmund Freud'u yenə psixoanalizdən tanıyırdıq, psixoanalitik terapiyadan tanıyırdıq. Həmçinin indi bugün libido nəzəriyyəsi nədir onu keçəcəyik sizinlə. Əslində bir çox yerlərdə libido nəzəriyyəsində bir ancaq seksual impulslar kimi baxırlar. Libido nə deməkdir? Həyat eşqi, enerjisi, yaratmaq, yaradıcılıq, həmçinin də elə həzz axtarışı bir yerdə, sevgi meyli bir yerdə. No, belə bir şey var ki, ilk başlarda Sigmund Freud da belə düşünürdü ki, libido nəzəriyyəsi, yəni libido ancaq seksual impulslardan ibarət idi. Lakin zaman keçdikcə baxdı ki, ancaq seksual impulslar deyil. Çünki bizim həzz axtarışımız ancaq seksuallıqdan bağlı deyil. Yaradıcılıqdan bağlı ola bilən insanlar olur. Məsələn, uşaq dünyaya gəlsin və yaxud da ki, mən iş qurum, bilmirəm, bağça açım. Bunun özü də bir libido enerjisidir, yəni libidal bir enerjidir. Və ona görə biraz daha geniş aspektdən baxmağa başladı. Həm həyat enerjisi kimi, həm də həyat eşqi kimi də götürə bilərsiniz. Hətta Yunanların mifologiyasında olan Eros Thanatos anlayışı var. Biz azdan çox həm eşitmişik. Gələn dərslərimizdə də keçəcəyik bunu. Orada Eros nə idi? Həyat eşqi, yaşama eşqi, insanın özünə qabağa apara bilmə, məsələn, deyək ki, dostluq qura bilmənin özü bir erosdan irəli gəlir, libido enerjisindən irəli gəlir. Yəni, sosiallığa qarışa bilmə, müsbətə doğru gedə bilmə. Bir də var Thanatos, ölüm instinktidir. Thanatosda insan artıq özünə ziyan verə biləcək nələrsə edir. Yəni, biz buradan çıxış etsək, bunu qeyd edə bilərik ki, insan gedib özünü öldürmür. Sadəcə olaraq, yəni belə deyim də, elə şey edir ki, ölümdən daha pisdir. Məsələn, qumar asılılığı. Adam bilir ki, deyək ki, bu buna ziyandır, amma edir. Bu o deməkdir ki, həmin adamın içərisində həyat eşqi, yəni eros deyil, tanatos yüksəkdir. Çünki öz-özünü sabotaj edir. Ya da deyək ki, adam dediyim, yəni sırf kişi nəzərdə tutmuram, bu qadın da ola bilər. İnsan deyək ki, qadın olsun, məsələn, düşünün ki, çox yaxşı işi var, gücü var, evladı var, bilmirəm, ailəsi var, əri onu sevir, bilmirəm, nə edir. Heç bir özünə uyğun olmayan bir davranış edir və bütün o status sınır, yerə düşür. Məsələn, xəyanət edir, bilmirəm, ya da başqa bir şeylər. Baxın, bu o deməkdir ki, həmin insanın belə deyək də, daxilində, şuuraltı sferasında tanatos, özünü sabotaj etmək daha yüksəkdir. Və Sigmund Freud libidonu erosa bənzədirdi. Həyat eşqinə bənzədirdi. Məsələn, biz deyək ki, libido bərabərdir götürək, həyat eşqi, üstə gəl götürək həzz axtarışı, üstə gəl sevgi meyli. Bu cür anlayış kimi verə bilərik. Sadəcə olaraq bugün libido deyən kimi hər kəsdə belə bir algı var ki, ancaq belə deyək də potensial kimi, seksuallıq kimi hər kəs götürür. Hətta Türklərin bir xəbərlərinə baxırdım bir dəfə, belə sadəcə yəni sırf izləmirdim də, yəni bu Altı Bazar maqazin deyirlər, nə deyirlər, elə bir şeylə belə rast gəldim. Orada bir dənə məşhur oğlan var, saçları həmişə belə uzun olur. Daha çox İtaliyada yaşayır bu türk aktyoru. Dedi ki, ondan soruşurlar ki, bəs sənin indiyə qədər rol aldığın hansı qadınlardan daha çox uyumun oldu da, yəni sevmisən ki, onlardan o qadınla başrolda oynayasan. Xanımın adını çəkir ki, filan qadın Demet Özdemir. Bunu Türk mediası çox böyütdü. Hə, sən onu hardan bilirsən, onun libidosu nə qədər? Dedi ki, niyə bəs? Yox, dedi ki, nəyə görə bəs o? Dedi, o libidosu yüksək bir qadındır. Onunla oynamaq daha rahat gəlirdi mənə. Bunu Türk mediasında çox yazırlar ki, bəs libidal enerji nə deməkdir? Seksual hansı ki sferada potensialını mı görüb, neyini oradan mı bilib ki, sonra belə bir açıqlama verdi həmin oğlan ki, bu ancaq yəni sizin qıt düşüncənizdir. Libidal enerji yalnız yəni orada həzz axtarışı deyil ki. Məsələn, bir insan deyək qrup yoldaşınız olsun da, otağa girəndə artıq onun enerjisi bilinir ki, o hansı enerjidədir. Adam da var belə necə deyək, sönük, hansı ki həyatdan çox da bilmir nə istəyən. Orada artıq eros aşağıdır demək. Yəni libidal enerji aşağıdır deməkdir. Bir də bu da var ki, bu libidal enerji dediyimiz o sfera nədirsə, o ödənməyəndə nevrozlar ortaya çıxır, impulsivlik ortaya çıxır, əsəb ortaya çıxır, qəzəb ortaya çıxır, aqressiya ortaya çıxır. Çünki bu enerji ödənməlidir. Hər hansı yoldan. Birində yazmaqdan, birində gəzməkdən, birində bilmirəm yeməkdən, birində musiqi dinləməkdən. Hər kəsdə bir 100% ki, həzz verdiyi bir alan sfera var, yəni bu tamamlanmalıdır. Bundan başqa biz Sigmund Freud bu libidal enerjidən danışdıqdan sonra qeyd edir ki, uşaqlar dünyaya gəlir, hər yaş dövrünə görə, hər yaş dövrünün özünün bir libidal enerjisi var və axtarışı var ki, uşaq onu tamamlamalıdır o ehtiyacları. Və uşaqlar doğulandan müəyyən müddətə qədər 5 psixoseksual inkişaf mərhələsinə bölür bu mərhələləri. Bu 5 psixoseksual inkişaf mərhələlərindən danışarkən onlardan birincisi oral mərhələdir, ikincisi anal mərhələdir, üçüncü pallik, latent və genital mərhələdir, beşincisi. Oral mərhələ
uşaq anadan oldu, 0 yaşdan 1,5 yaşa qədər olan bir mərhələni əhatə edir. Yəni, uşaq doğulandan 1 yaş yarıma qədər olan mərhələ oral mərhələyə aiddir. Gəlin görək bu mərhələdə hansı ehtiyaclar var? İndi gəlin birlikdə danışaq bunu. Uşaq doğulanda uşağın ehtiyacı nədir? Yemək yemək, altını dəyişmək və qucağa götürmək. Zaten 3 dənə ehtiyacı var. Ən çox da uşaq bütün bu ehtiyaclarını uşaq nə edir? Ağızdan ödəyir, düzdür? Ona görə də burada əsas ehtiyac ağızdan ödənir. Ona görə bu mərhələdə oral mərhələdir. Yəni erogen zona, hissiyat, libidal enerji ağızdan alınır. O həzzi necə yaşayır uşaq? Məsələn, balaca bir uşağı heç qıxı çıxmayıb. Baxın, soskan falan necə yeyir belə. Elə bilirsən ki, bu dəqiqə qopardacaq da o soskanı. Həm bu həyatdan bir yerdə mücadilədir. Uşaq ona yemək yeyərək həyatla mücadilə aparır da. Yəni bu cür düşünün. Uşağın doğulandan 1 yaş yarıma qədər olan o deyək ki, həzz axtarışı ağız nahiyəsindən ödənir. Erogen zona ağız bölgəsidir, ağız ətrafıdır. Çünki həzzi ağızdan alır uşaq orada. Ona görə burayı deyirlər oral hansı ki mərhələ və dediyim kimi 0 yaşdan 1,5 yaşa qədər olan mərhələni əhatə edir. Ehtiyaclar ağız vasitəsilə ödənir və yaxud da libidal enerji ilə ödənir, ağızla ödənir. İndi bu mərhələdə oraya fiksasiya yazmışam, görsəniz, ilişib qalma deməkdir. Fiksasiya ortada yazmışam. Və fiksasiya ilişib qalma. Yəni həmin mərhələdəki ehtiyaclar ödənmədisə, demək ki, ağız ehtiyacı ödənmədir deməkdir bu uşaqda. Və yaxud da, məsələn, döşdən, süddən, soskadan asılı uşaqlar olur. 4-5 yaşına qədər uşağı kəsə bilmirlər, nə soskadan, nə süddən. Ya uşaq ac qalır, qarşılanmır o ehtiyac. Yenə bir ağız ehtiyacı qarşılanmır. Və yaxud da uşaq asılı qalır. Yəni o ağız ehtiyacından asılı qalır. Uşaqlar olur da 3 yaşında, 4 yaşına kimi ana süd əmirlər. Heç dəqiqdə bilmirlər, ya da soska əmirlər. Bu tip uşaqlar ya çoxluqdan, yəni asıllıqdan və yaxud da ehtiyacı qarşılamamadıqdan. İndi kimsə deyə bilər ki, hansı ana uşağın ad saxlaya bilər ki, belə bir şey var ki, ana südü verən anaların, çoxsu uşaqlarının süd verəndə düşünür ki, doyuzdurur, amma əksərən uşaqlar doymur deyə ağlamağa başlayır və ana bilmir uşaq nə istəyir. Bu uşaq ağlayır, 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 neyinir? Ehtiyacı ödənmir. Və ana deyir ki, valla mən yedirtmişəm də, yəni ona süd verirəm. Deməli, ya uşaq ehtiyacı az qalır, ödənmir və yaxud da uşaq çox asılı qalır. Uşağı yəni qəfil deyək ki, ayrılırlar. 3 yaşına qədər bu uşaq soskadımı, süddümü, indi nədirsə, ana döşüdümü, onu götürür və qopa bilmir oradan. Riski kəsirlər ya da asılı vəziyyətdə qalır. Hər iki təqdirdə burada fiksasiya olur, ilişib qalma olur. Bəs bu özün gələcəkdə necə göstərir? İndi bu mərhələdə, oral mərhələdə bir uşağın ağız ətrafı erogen zonasının deyək ki, fiksasiyası başqa veribsə, uşaq ilişib qalıbsa orada, özünü yetkinlikdə bu uşaqlar necə göstərir? Dırnaq yeməkdən. Tək dırnaq yoxsa, nə keçir əlinə, məsəl üçün tutaq ki, budur, ağzına alır boş olan kimi, ruçqanın başını ağzına alır. Yəni boş durmur da, bu ağza bir şeylər alır. Söyüş söyənlər, tənqidkar insanlar, sarkazm, adı zarafatdan amma insanı iynələyən, söz soxan insanlar deyir ya, onlar. Dodağının daimi içinin ətini qopardan insanlar, daimi vaxtsız ki, dodağını yeyir. Bu şəkildə. Buranı açsaz, buranın bütün hamısının içi yeyilmiş şəkildə olur. Bunlar siqaret çəkənlər, asılılıqda nəzər çəkənlər, məsələn, münasibətdə asılıdır. O da bura aiddir, bu mərhələdə ilişib qalan uşaqlara aiddir. Münasibətdə asılıdır, qopa bilmir. Və yaxud da deyək, alkoqol asılısıdır. Tıxanırcasa yemək yeyənlər, hamısı buradan yaranır bu problemləri. Necə? Asılılıqların çoxlusu buradan gəlir, bəli. Çoxsu buradan gəlir. Məsələn, ağızdan hansı asıllıq varsa, siqaret, içki, qopa bilməmə. Məsələn, uşaq deyir ki, 4 yaşına qədər ana doğru şəkildə kəsməyib deyir periodu, südü, çoskanı. Məsələn, necə burada qopa bilmir, asılı idi. İndi burada başqa şeydən qopa bilmir də, asılı qalır uşaq. Baxın, asılılıqlar bu mərhələdən çıxır. Sonra dediyim kimi, siqaretdir, dırnaq yemədir. Varmı ətrafınızda belə, məsələn, baxırsınız ki, 30-40 yaş var, dırnağını hələ yeyir. Kişi, qadın fərqi yoxdur, olur bu cür, yəni barmağını daimi sovurur. Bir də bəzən, məsələn, baxarsınız ki, adam belə özünü sovurur. Boş durub, belə, başlayır. Mən bütün uşaqlarda görmüşəm. 9 yaş vardı bir dənə pasiyentimin, anası gətirmişdi ki, buralarını falan göyərdir. Birinci deyir, qorxdum ki, görəsən kimsə uşağa taciz falan mı eləyir? Sonra deyir, baxdım ki, özü boş duran kimi başlayır sovurmağa. Bilinçsiz edir uşaq, şuursuz edir, yəni qəsdən etmir. Məsələn, ya da uşaqlar var, ədyalı ağzına alır, ədyal başlayır sovurtmağa. Nə bilim, köynəyinin burasında. Qəlbə gələ bilərsə, həqiqətən də indi ana olanda bunları görəndə biləcəksiniz nə demək istəyirəm. Bəli, ona görədir. Bəli, fiksasiya mütləq ki, olub ona görədir. Çünki sağlam keçsə o dövr, yəni bu zonanın hansı ki, tamamlansa ehtiyacı, bu olmaz. Bəli. İndi Sigmund Freud belə deyirdi, biz nə deyək? Daha sonra anal mərhələ.
Gəlin görək bu anal mərhələ necə bir mərhələdir. Baxın, şu 1 yaş yarımdan, necə ki, orada 1 yaş yarım bitdi. 1 yaş yarımdan 3 yaşa qədər olan mərhələni əhatə edir bu mərhələ, anal adlanır adı. Burada artıq o erogen zona həzz almaq darışı. İnsanlara qəribə gələ bilər, amma uşaqlarda anal dəliyə fokuslanır. Uşaqlar, yəni hansı ki, həzzi orayla alır artıq. Necə olur bu? Bu yaşda, baxın, 1,5, 3 yaş nə deməkdir? Uşağın tualet mədəniyyəti. Uşağa nə öyrədirlər? Bir dənə tut, qaçaq gedir ayaq yoluna. Tutma və buraxma, bədən nəzarəti. İndi bu versiyada daha çox qadınlar bunu bilir adətən. İki cür valideyn üslubu olur. Sərt, cəzalandırıcı və yaxud da döyən, niyə qaq elədin, niyə çiş elədin şalvarına, sərt cəzalandıran, tənqid edən, gərginlik yaradan valideynlər olur. Bir də lap belə boş valideynlər olur. Olsun da şaxtı, işi bişi və oturur orada. Uşaq da 1 saat qalır yeməyin içində tutaq ki. Birinciyə anal retentiv uşaqlar deyirlər, ikinciyə anal ekspulsiv uşaqlar deyirlər. Retentiv uşaqlar sərt qaydaçı analardan böyüyən. Döyməsə belə uşaq kaka eləyəndə uşaq qorxur. Ki, indi bu dəqiqə məni danlayacaq, şalvarını elədin ya da çiş elədin. Burada nə yaranır? Baxın, birinci tərbiyədə sərt cəzalandırıcı uşaqlar necə olur? Çox təmizkar, səliqəyə hədsiz dərəcədə diqqət edən, misal gətirəm, o anası o qədər ki, onu danlayır uşaq olanda ki, sən bunu elədin, kaka elədin, çiş elədin, sən pissən, osan, busan. Uşaq artıq bu gərginliyi yaşamamaq üçün həyatda mükəmməl olmağa çalışır. Çox təmizkar, o kabələrin çoxsu buradan çıxır. Hədsiz dərəcə sərhədçi, yəni hansı ki, olmaz ki, bu qədər olmaz. Sərhədli olan insanlar, kontrolcu, aşırı dərəcədə. Bir də çox da nələrsə paylaşmaq sevməyən. Xüdbin desəm pis çıxar, xüdbin deməyək. Məsələn, nələrsə bölüşmək sevmirlər. Niyə? Uşaq həmin dövrdə də, ana 30 karaşoka, deyir kakanı elə, deyir eləmirəm. Neyinir? Kakanı da buraxmır. Ona görə baxın, əli açıq da olmur bu uşağın. Qəsdən deyir, sadəcə deyir ki, mən bunu sevmirəm. Məsələn, mən sevmirəm bu şey, bölüşüm, tutaq ki. Bax, amma başqası bölüşür. Onların arasındakı fərq nədir? İndi onların arasındakı fərq o yaxşı insanda, bu pis insanda fərqi deyil ki. Sadəcə bu adam çox sərhədlidir, çox kontrolcudur, çox aşırı təmizkarlığa meyillidir. Məsələn, bəzi dağınıqlar onu çox nervləndirir, əsəbləşir. Gülürsüz orada yaman. Sizdən danışıram deyəsən. Sual verdiniz. Sərt, həmin o tualet mədəniyyətində sərt valideyn görüb həmin uşaq. Məsələn, sən nəyə görə bunu elədin? Ayıb olsun sənə, deyə aparıb uşağı yumağa. Hamama aparıb bunu yusun. Yuya da qışqırır uşağın üstünə. Utanmaz, sən pintisən, çirklisən, osan, busan, uşaq bunu eşidir. Uşaq indi artıq pinti, çirkli olmamaq üçün əlindən gələn ən artığını edir. Mükəmməl olmağa çalışır ki, yəni bu cür böyüyür də bu uşaq. O tualet tərbiyəsini bu cür aşır. Bədəninə nəzarəti necə öyrəndi? Sərt şəkildə. İndi bir də var, bu dediyim kimi boş analar. Şaxdır da, otursun orada, özü üçün quruyur, orada qalır. Kimə bir analar tanıyıram. İndi gəlin görək necə olur? Pinti. Baxın, bir evdə həqiqətən bəzən bacı-qardaş böyüyürük. Deyək ki, mən məsələn birinci uşağımsa, bu anal retentiv, çox belə sərt böyüyən bir uşağımsa, məncə təmizkar. Bir də qardaşım otağına keçsəm, uzun qulağı zordan tələsən, çıxıb deyir özünə hörmət elə. O qədər pintidir. Deyirəm ki, özümə, biz necə, yəni eyni atadan böyümüşük də ki, mənim anam o KB olub. Çox təmizkar qadın olub. Hədsiz dərəcədə. Olub deyəndə, yəni elədir hələ də. Biz amma elə bir bacı-qardaş deyilik. Adam deyir ki, mən təmizlikdə ürəyim sıxılır. İstəyirəm, deyir, dağınaq olsun hər yer. Belə adamlar razı deyil. Elə qadınlar var. Gedirsən evdə qablar üstə yığılıb. Deyir ki, bəs nə olacaq deyir. Qurtaranda qalxıb yiyəcəm də. Rahat, okey, nə gözəl. İndi təbii ki, kimsə deyə bilər ki, onu narahat mı eləməlidir? Yox, bunun ortası olmalıdır. Məsələn, hamının evi təmiz olsun. Amma bir dağınıqlıq, normal bir stolun üstündə çoxluq, bir şeylər sənin buranı incidirsə, səndə problem var deməkdir. Məsələn, adam var bu stolu bu şəkildə qəbul edə bilmir. Ki, mən onlardan biriydim bu arada. Təzəlikcə özümü korreksiya edirəm ki, məni narahat eləməsin də bu səliqəsizlik falan. Əgər insan var evə girir, tutaq ki, damaşnik tutaq, əyri yox, belə durur, bu onu narahat edir. Və bu uşaqlar anal retentiv uşaqlardır, narahat edənlər. Bir də var pinti. İndi həmin o ekspulsiv belə deyək, anası boş olan uşaqlar indi böyüyüb. Onlar gələcək necə görsənir? Sərhədsiz. Harada gəldiyini danışdığını bilməyən. Pinti, yəni həqiqətən pinti. Bundan əlavə, birinci uşaqlar inadkar olur bu arada. Cəzalandırıcı valideynlə böyüyən uşaqlar çox inadkar olur. Nə dedim odur. İkinci uşaqlar biraz asıllıq olur onlarda. Məsələn, bayaq dediyim kimi ikincidə, analın ikinci versiyasında. Var yumşaq valideynlə böyüyən, yumşaq dediyim deyək, boş valideyn deyək buna. Sərhədsiz olurlar, tez-tez münasibət dəyişirlər. Məsələn, həyatında biri olduğu halda başqasına da münasibətə girə bilər. Çünki sərhədi yoxdur. Birinlə münasibətdə çox sərhədsiz davrana bilər. Düşünəcək burada nə var ki?
Yəni o cür düşünə bilər. Deyək, töküntülülük, dağıntılıq onu narahat etmir. İndi baxın, yanınıza bir pasiyent gəlib əyləşib. Bu dərsin praktikası gələn dərs. Mən elə deyim. Bir adam gəlib deyir ki, bilirsiniz, mən planlı yaşamağı sevirəm də. Yəni o planların biri pozulsa bu mənə nervi verir, əsəb verir. Yəni mən bunu heç kəsə izah edə bilmirəm. Deyəndə biz biləcək ki, anal retentiv uşaq danışır. Bu mərhələdən fiksasiya yaşayıb bu adam. İlişib qalıb yəni orada. Adam oranı sağlam keçməyib. Travmalı keçib onun üçün, yəni travmatik keçib onun üçün. Bir araşdırın, gedin görün Nedim Amaya sual verin ki, orada çox necə olubdu amma. Yəni tərbiyə üsulu necə olub? Qarışıq olanlar da olur. Bəli, qarışıq olanlar da olur. Həm bu, həm bu olur. Bəzən anal retentiv ilə anal ekspulsiv qarışır bir-birinə. Bu da ola bilər. Deyək ki, adam gah təmizki olur, gah pint olur, tutaq ki. Olur, bu da keçid gəllidir. Demək, valideyn də keçid gəlli olur da. Gah elə olur, gah belə olur. Yəni bunu bizə kim öyrədir? Yenə valideyn öyrədir. Valideyn dediyim ana ata yox, lap deyib nənə baba hər kimdirsə bizə baxan, həmin dövrdə bizim qəyyumluğumuza deyən kimdirsə o. Gəldik folik mərhələyə. Folik mərhələ artıq 3-6 yaş arası bir mərhələni əhatə edir. 3-cü mərhələdir bu. 3-6 yaş deyəndə gözünüzün qabağına 3-6 yaş uşağı gətirin. Artıq 3-6 yaş uşaqlar cinsiyyətinin fərqindədir. Qız qız olduğunu bilir, kişi kişi olduğunu bilir. Yəni oğlan. Burada artıq libidal enerji hər kəsin öz cinsiyyət orqanına fokuslanır. Yəni qızınki qıza, oğlanki oğlana. Və diqqət etsəz, kimsə bunu qəbul etmir, bilər ki, boş şeydir. Artıq bu yaş aralığında masturbasiya da başlayır. Oğlan uşaqlarında qəribə şəkildə, məsələn, mənim bir valideynim vardı, ana, günahkarlıq duyğusundan gəlmişdi ki, mənim oğlumun 5 yaşı var, haçan yatmağa gedirik, başlayır penislə oynamağa. Deyir, mən bilirəm ki, o başa düşmədi, amma deyir, mən onu döyürəm, əlinə dağ basmışdı uşağın ki, ayıb olsun sənə, sən pis oğlansan, nə inirsən. Bunu məsəl üçün ana indi bilərək etməyib bu arada, amma bu dövrdə uşaq bunu etməyi çox təbii bir haldır. Həmin vaxt uşağı döymək əvəzinə, nə bilim, vurmaq əvəzinə, sanki sən onu görmürsən və diqqətini oradan dağıtmaq istəyirsən. Bir dənə buna bax, burada nə var? Fikrini oradan yayındırsın, yəni. Buna əgər uşağı həmin o etdiyi prosesdə sən danlasan, sən nə cür oğlansan, tərbiyəsizsən, nəsən, sən hətta gələcəkdə onun o kişi potensialını aşağı indirmiş olursan. Artıq o yəni düşünəcək ki, demək ki, onda kişilik funksiyonu çox da lazım deyil mənə. Çünki onun etdiyi bilməsə belə, etdiyi bir şey yetkinlikdə böyük oğlanların etdiyi bir şeydir də. Yəni hansı ki, deyək ki, qanan bir oğlan onun nəyə görə etdiyini bilir. Bu uşaq qanmadan, amma həzz alır ki, onu edir. Qanmasa belə bilir ki, orada bir rahatlıq var ona. Bilir ki, orada bir xoşa gəlimlilik var. Bu oğlanlarda belə olur. Qızlarda daha başqa cür olur. Qızlarda həmin yaşa periodu diqqət etsəz, ağız üstə çox uzanırlar, kuklanın üstünə uzanırlar və yaxud da qəribə şəkildə hərəkətlər edirlər, müəyyən qəribə şəkildə. Baxırsınız ki, niyə gedib divanın tutaq ki, dik hissəsində uzanıb ağız üstə belə baxır nəyəsə. Qızlar da bu cür rahatlama yaşayırlar. İndi qəribə bilirəm sizə, amma bu cürdür. İndi bunu biləndən sonra ana olanda biləcəksiniz nəyi demək istəyirəm. Ayrıca balaca 2 yaşındakı uşaq pampersdən çıxardıb yuyursan, gəlinə qədər görsən ki, əməlli penislə oynayır. O onu başa düşmür ki, niyə oynayır ha? Prosta ki, orada bir aldığı bir həzmi var, bir nədimi, bunu dərk edərək etmir. Bunu bilir də, uşaq çox qəşəng bilir ki, harda nə yaxşıdır, nə pisdir yəni. Burada uşağı utandırmaq, günahlandırmaq, biabır eləmək, uşaq qızdırsa, qadınlığını qəbul etmək bir uşaq böyüyəcək. Kişidirsə kişiliğini qəbul etməyən. Hər kişi də potensial olaraq aşağı böyüyəcək yəni. Çünki onlar o funksiyanı bir yaşdan sonra bilinçli şəkildə edəcəklər və o edəndə onu xatırlamaya bilərlər, amma görəcəklər ki, nəsə o deyil. Məsələn, başqa bir case danışım bundan sizə. Bir bəy dedi ki, mən deyir, qəribə şəkildə deyir, müəyyən dərəcədə xanımı sevdim və ya da sevmədim də fərq yoxdur, amma deyir, mənim cinsi aktım həmişə çox qəşəng keçir. No deyir, boşanma yaşandan sonra həmişə deyir, günahkarlıq hiss edirəm. Qəribə şəkildə bilmirəm, deyir, bir ki, ən pis işi mən görmüşəm kimi hiss edirəm. Deyir, təcavüz etmirəm, taciz etmirəm, qarşılıqlı hisslə şəklində orada, bu yəni bu münasibət. Və günahkarlıqdan biz tutduq. Bizim üçün açar söz baxı günahkarlıq keçmişdik biz bunu sizdən. Danışıq terapiyasına saldıq ki, gəlin deyək günahkarlıq sizin üçün necə bir anlayışdır. Danışa. Deyir, mənim 14-15 yaşlarım olardı. Mən deyir, ayaq fonunda masturbasiya eləyəndə, bax, indi bilirmiş, uşağın başı çıxırmış bundan. Bilmirəm, anası mı, xalası mı, bilmirəm, kim riski bunun üstünə çıxıb. Day bunu nə günə qoyub? Utanmaz, tərbiyəsiz, əxlaqsız, bilmirəm, nə. Deyir, özümü çox günahkar hiss eləmişdim. Baxın, əslində bunu xatırlamırdı. İndi bu belə çox rahat üzə çıxmayıb. Mən sizə qısa versiyasını danışıram. Görün, oradakı o boşalma və günahkarlıq gəlib hansı boşalma və günahkarlığa çıxardır? Unutmayıb, yəni, baxın, həmişə deyirəm, insan fragmenti unуда bilər,
Amma bu yaddaşın, bu duyğunun bir şeyi var. Bu duyğu mənə hardandır bilmirəm, amma bu məni incidir. Görüb, üstünə çıxıb. Bilmirəm, anasıdırmı, xatırlamıram, tam yadımda deyil. Da ağzın dibindən çıxar deyib də yetmə. Mən çox etik danışıram, çox tərbiyəsiz danışıram ki, utanmazsan, qudurmursan, bilmirəm nə, idal, dayı da, yəni nə varsa o. Aa, deyir, heç düşünməmişdim. Zaten indi bugün də istədiyi bir münasibət ola bilər. 30 neçə yaşı ola bilər bu adamın. Amma deyir, həmişə deyir, münasibətin sonunda, bu prosesin sonunda deyir, günahkar istəyirəm özümü. Təbii ki, günahkarlıq oradan gəlir. Unutmuşdu da, yəni unutmuşdu. Danışdıqca ortaya çıxdı. Bu, mən sizə indi bir 2-3 seansın bütövlüyünü 2 dəqiqədə danışdım. Bu, amma bu qədər qısa, sadə olmur da. Amma adam onu aydınlaması yaşanda şoka düşmüşdü ki, yəni bu Brianla gəl ola bilər ki, təbii ki, ola bilər. Düşünürəm ki, düzəldi. Ki, adam cinsi haqda problem yaşamırdı. Çox potensiallı bir bəy idi. Yəni, özü deyirdi ki, çox artam, odur, budur. Amma deyirdi, imенно niyə sonunda belə hiss edirəm də, yəni. Elə bilirdim, deyir, məndən istifadə olunub, bilmirəm, deyir, utanırdım. Utanma, günahkarlıq. Utanmaq deyəndə harda biabır olmuşsunuz? Xatırlayırsınız bir biabır olduğunuz yeri. Elə bir şey olub, biz orada biabır tutmuyor. Yəni, biabırçılıq, utanç biri var, kimsə məni təriflədi, utandım. Bu başqa bir utancdır. Bir də var, qüsurlu hiss edib utandım. Bak, bu adam qüsurlu hiss edib utanırdı. İndi baxma da, oğlan da 15 yaşı var. Bunun müəyyən fəaliyyət başında gəlib, nə bilim, o indi böyüyü anasını bizi kimsə görür. İstər istəməz orqanını görüb, hər halda istəməz görsün. Biabır olub da adam, yəni bilməyənalı. Və ana da bir qalxıb oturub çəkilmək əvəzinə birbaşa girib, yəni üstüdəki ayıb olsa vurub eləyib, nə eləyib və biabırsa oturardı da adama. Duyğu qalıb. Eynən. Biz ona nə deyirik? Repress edilmiş xatirə. Yerdə qalır, çünki mənim bu incidir. Buna məsəl üçün hardan gəldiyini çox bilməsəm də, bilirəm axı nəsə bir şey var, yəni. Bu nədir bilmirəm, amma bilirəm nəsə bir şey var. Məsələn, deyir ki, bir dənə təzə dönəm bəy var. Belə bir cümlə işlətdi seansda. Deyir ki, mən deyir, bura, indi də seansın sonunda axı şablon olaraq indi hamıdan soruşduq ilk seansda ki, bəs necə bir şey baş verdi ki, siz fikirləşdiniz ki, psixoloqa gəlim, yəni artıq mən bunu tək yox, başqa bir adamla həll edim. Seansdan gözləntiləriniz və məndən gözləntiniz nələrdir? Bunu birinci seansda mütləq sual verməlisiniz ki, görün adam nə ilə gəlib də, problem olaraq nədir bu adamda? Bir də üstlənilməmə, dedim, nə demək onu anlamadım. Bir onu mən də bilmirəm, amma deyir, mən bunu çox hiss edirəm. Bunu deyir, aça bilməyəcəm, üstlənilməmə nədir? Bilmirəm deyir nədir, amma deyir, bax, mən ona nəciyyət çəkirəm, elə bilirəm, deyir, istənilmirəm. Amma aça bilməyəcəm. Ona görə aça bilmir ki, üzləşmək istəmir də, adam hazır deyil üzləşməyə. No, ailəsindən danışanda gördüm nə edir istəyir. İkinci uşaqdır. Evin ikinci uşağı, bundan öz də kişidir. Bundan böyük də bir qardaş var. Məsələn, atadan istədiyini heç vaxt görə bilməyib. Birinci həmişə öndə başqası olub. Yenə bir birincilik yoxdur. Yəni ailədən gəlir də. O indi deyir ki, mən bunu izah edə bilməyəcəm. Da birinci seansdan bəllidir yəni əslində. Hardan gəlir bu istənilməmə. Məsələn, çabalamaq. İkinci uşaqlarda nə olur? Adleri keçəcək, mən sizin keçəndə görəcəksiniz orada bir uşaqların doğum sırasında Adler gətirib. Alfred Adler gətirib psixologiyaya. Adler özü sonuncu uşaq olub, səhv etmirəmsə. Ondan qabaq da ölən uşaqlar falan da var arada. Çox uşaqlı ailədirlər, yəni olublar. Bu Adlerin özü də 4-5 yaşına kimi yeriyə bilməyib. Rəhmətlikdən əziyyət çəkib, hə. Uşaqlar həmişə oynamış, bu həmişə baxırmış və özünü natamam hiss edirmiş. Natamamlıq kompleksini Adler gətirib psixologiyaya və özündən dolayı gətirib. Natamamlıq hiss etmək nə deməkdir? Hamı oynayırmış, o baxırmış və deyir, özümü hər zaman natamam hiss edirdim. Buna baxın, Adleri indi bugün kimsə açıb oxusa, heç onun yəni tarixçəsini oxumasa heç kəs bilməz ki, bu natamamlıqdan əziyyət çəkib də. Necə yəni hansı ki psixologiyada çox məşhur bir analitikdir, nələr gətirib psixologiya, nələr qatıb, çox qəşəng terapiyaları olub. Yəni çox belə geniş bir adamdır. Və deyib ki, natamamlıq kompleksini burada bacarmadığınız nə isə, həyatınızın başqa bir sferasında bacardığınız nə isə üstünlük kompleksi olaraq kompensasiya etsəz, bu tərəfiniz çox incitməyəcək sizi. Deyək, mən şəkil çəkməyi bacarmıramsa, bəlkə də mahnı oxumağı bacarıram. Deyir, bunu yuxarı qaldır ki, buranı çox incitməsin səni. Yəni, misal gətirəm, o qaça bilmirdisə, yürə bilmirdisə, nə bilim, bunu edə bilmirdisə, amma çox yaxşı oxuya bilirdi, çox keşik səvadı var idi, o var idi, bu var idi. Yəni, onunla onu kompensasiya edirdi. İndi uşaqların sıralamasından danışan, o dedi ki, ikinci uşaqlar həmişə görülməmə travmasından böyüyürlər, ikinci uşaqlar. Sanki məni görmürlər, sanki birinci uşaq, axırıncı uşaq və biri var, ikinci uşaqdan sonra uşaq yoxdur. Bu uşaq həm ikinci uşağın xarakterini daşıyacaq, həm üçüncü uşağın. Əsnəf o sonuncu uşağın. Çünki həm sonuncu da, həm ikincidir. Bir də var ki, birinci uşaq var, mən ortadayım, bir də məndən sonra uşaq var.
Burada ancaq ortancıl uşaq sindromudur, yəni üçüncü uşaq sindromu yoxdur. İkincisi ortancıl uşaq, siz neçənci uşaqsınız? Ortancılsınız. Bu duyğu varmı sizdə də? Sanki məsələn tutaq ki, siz bacı sizdən böyükdür. Balaca da bir şey, qardaşınız var. Məsələn, ortancıl uşaq düşünür ki, o görülmədi, çox önəmsənilmədi, çox da belə heç kimə şey deyil də, yəni belə ortada, elə ortada, bu cür düşünün də. O vaxtları mən xatırlayıram, mən uşaq olanda bibim deyirdi ki, mən deyir ortancıl uşağam, elə ortalıqda böyüdüm, bilmədim necə böyüdüm. Belə bir anlayış deyirdi həmişə. Siz ortancıl uşaqlarda bu olur. O qısqanclıq deyil əslində. Yəni, paxıllıq da deyil. Məsələn, paxıllıq kimi baxmayın buna. Müqayisə edə bilir insan. Siz necə uşaqsınız? 2 və son. Və sizdə həm sonuncu uşağın xarakterikaları var, həm ikinci uşağın xarakteristikası var. Şu qarışıqdır. Burada biraz daha belə katastrofa olur. Yəni biri var ancaq bir dənə xarakteri daşıyasınız, biri var ki, sizdən böyük neçə yaş böyükdür sizdən? Hətta balaca olmuşsunuz. Bacı da yoxsa qaqaş? Hmm. Sizi o böyüdüb, mama kimi olub sizə? Hmm. Aytən özündən böyük bacılar, mən də balaca qardaşım, mənə 8 yaş balacadır. Bir türlü elə bir mama kimi görür. Bəlkə də mən onu böyütmüşəm, bu da ola bilər. Məsələn, mən onu istəmirəm, o mama kimi görsün, amma elə görür. Amma mən onu heç istəmirəm, mən xoş da deyil. Elə bilirəm ki, geçmiş anasını ana kimi görsün. Bir də bir tık da məsuliyyət daşıyır elə bir bacı orada. Ona görə soruşdum, sizdə də elədi mi? Yəni sizi böyütməyinizə kömək edib. Hmm, çox gözəl. Falik mərhələ belə. Bir də falik mərhələdə orada yenə yazmışam. Sigmund Freud deyir ki, 3-6 yaş arasında falik mərhələsində deyirsən göy guruldur, yağış yağacaq yenə. Çox pis bulut gəldi yer üzünə. Kişi yağış çəkərdik. Dünən idi, yoxsa sıraydı indi içəri belə işıq verirdi. Otaq yanırdı, sönürdü. Çox uzun müddət idi mən elə şimşək görməmişdim. Şimşək o qədər güclü ilə edilir ki, pəncərədən elə bir gün üzü oldu və qaranlıq oldu kimi oldu. Yəni işığı saçırdı da. Yağış başladı. Çox insan yağış sevir, mən sevirəm. Düzdür, uşaqlardan çox uzun müddət yağışlarda gəzə bilmirəm. No, yəni sevirəm. Falik mərhələdə iki nəzəriyyə falik mərhələnin dövründə o yaş əhatəsinə. Sigmund Freud dedi ki, burada Edip və Elektra kompleksi adlı bir informasiyalar sardı ora. Bəli, Edip kompleksi oğlan uşağının anasını sevib ona qarşı olan duyğuları atasının özünə qarşı düşmən kimi görməyə. Yəni sən burada priçom qəşəng yağdı. Bəlkə deyən çəkin. Çıkmayalım. Önümüzde çekeceğim. Oluyor buraya. Buradan gelin bak. Oluyor. Bu bakmanın çok oluyor. Anlatamadım. Bu bir şey yaptım. Şöyle oluyor.
Necə bu incilər ya adama dəysə? Oh, o hardan düşdü? Buzdu ha? Aa. Çünkü eləyəcək indi bizə. Çox tamam. Amma təbii qəşəng hadisədir də. Yəni mən belə şeyləri çox sevirəm. Başımızı uçmasa yaxşıdır, təbiət hadisəsi dedik. Demək, dedik Edip kompleksi Elektra kompleksini Palik mərhələyə gətirdi, yerləşdirdi 3-6 yaş arasında. Edip kompleksi oğlan uşağının anaya olan məhəbbəti, ataya olan qısqanclığı, haradasa bir yerdə bəzi oğlan hətta düşmənçiliyə belə bunu çevirir. Elektra kompleksi isə qız uşağının atasına məhəbbəti, anaya qarşı olan bir qısqanclığı, bir belə necə deyim, düşməncəsinə davranışı bir yerdə. Edip kompleksinin kökü hardan gəlir? Gəlin onu sizə danışım. Mifologiyasını bilirsiniz. Yine Yunanların mifindən gəlir. Fi şəhərində, Misirlərin səhv etməyən şəhəridir. Tam yadımda qalmır, çünki ilə belə oxumuşam da, yenə danışacağım sizə yadımda qalan qədəri ilə. Fi şəhərində deməli böyük kral və kraliç olur ki, bunların uşaqları olmur. O dövrdə də adətən kimsə kral və kraliçə bir şeydən də bir kəhanəti görən insanı çağırırlar, ondan soruşsunlar ki, görək bu nə məsələdir, niyə olmur. Gəlin biri sizin uşağınız olacaq, bir oğlan uşağınız olacaq və ayağında ləkə ilə doğulacaq. Və deyir, bu uşaq atasını öldürüb, anasından ailə həyatı quracaq. Kişi də, yəni kral da onu qovur ki, bu boş-boşuna danışır da, yəni bu heç nə bilmir falan kimisindən. Daha sonra illər keçir, kişinin oğlu olur, bu kralın oğlu olur, ayağında ləkə ilə doğulur, adına Edipus qoyurlar, adına bu oğlanın. Edipus, Edip kompleksinin adı oradan gəlir əslində. Kişi qorxur, yəni kral istər-istəməz deyir ki, birdən bu kəhanət doğrular. İstəyir öldürsün, əli gəlmir uşağına, öz oğlunu öldürməyə. Çağırır bir dənə, deməli, çobana verir bunu, oğlunu çobana verir. Çoban da başqa bir şəhərə gedir və o şəhərə gedəndə o şəhərin də kralının və kraliçəsinin uşağı olmur, onlara verir uşağı. Bu Edipus orada böyür, adı da Edipus qalır, yəni adını dəyişmirlər. Uşaq orada böyüyür, şahzadə olur. Çox qəşəng təlimlər alır, intellektual biri olur, çox geniş belə, yəni sosial bacarıqları, hər şeyi. Və gün gəlir hansı ki o taxta əyləşsin. Taxta əyləşinə də kəhanəti çağırırlar ki, bəs nə düşünürsünüz, hansı gün əyləşim, nə edeyim? Deyir ki, siz taxta əyləşdiyiniz gün öz ananızla evlənəcəksiniz və atanızı öldürəcəksiniz. Edipus belə şoka düşür. Deyir ki, mən istəmirəm, nə krallığı, nə şəhzadəlik, heç bir şey istəmirəm deyib şəhəri tərk edir. Çünki mən qaldıra bilmərəm ki, yəni mən necə anamla edirəm, bu nə danışır? Yəni onu qaldıra bilmir və şəhəri tərk edir. Şəhəri tərk edir, uzun bir yol gedir, qabağına bir karvan çıxır. Karvan buna hücum etmək istəyir, orada dava edir, döyüşlər olur və hamısını öldürür. Axırda başqa bir karvanda bir dənə belə olur, bu atlıların içərisində oturmaqlıq və qəşəng yer. Oradan biri çıxır, yenə bunu öldürmək istəyəndə bu onu öldürür və davam edir yoluna. Çünki zaten bu təlim görmüş bir adamdır, bu Edipus şəhzadə kimi böyüdülüb, hər şeyi bilir, təlimi bilir, dava etməyini bilir. Gəl bir şəhərə çatır, şəhərə çatanda Sfinks bilirsiniz də nədir bu? Bədəni adam, ortası adam, burası belə atlar olur, keçmişdə kinoda falan da var idi, buna Sfinks deyirlər. Görür şəhərin girəcəyini, o da heç kəs şəhərə buraxmır və belə bir əmr qoyub ki, kraliçanın qardaşı, şəhərin kraliçanın qardaşı deyir ki, bəs kim əgər ki, bu Sfinksi buradan hansı ki aparsa, şəhəri bu bəladan tutarsa, onu kraliçanın evləndirəcək biz. Yaxınlaşır, dediyim kimi Edipus da zaten çox belə bilikli birisi olur. Bir sual verir, sualın məğziyyətində deyil, amma tapmacanın cavabı insan olur. Tapmaca cavab verir ki, insan, Sfinks gedib atıb özünü öldürür də, dözə bilmir ki, bunu sual. Ona qədər hamını yeyib Sfinks, kim ki bu suala cavab vermirsə, milyonlardan insanı yeyib heç kəs bu Sfinksdən qurtula bilmir. Amma bu Edipus ondan qurtulur. Şəhərə girən kimi bayram eləyirlər, dayı o qara buludlar şəhərin üstündən çəkilir
Hər şey çox gözəl, çox belə abadlı və kraliçanın qardaşı belə bir söz verir ki, kraliçanın əri də ölüb. Söz verir ki, bəs səni kraliçanla evləndirəcəm. Bunlar evlənirlər, taxta çıxırlar. Bu taxta çıxır, həmin qadınla evlənir. Deyirsən uşaqları olur, səhv etmirəmsə, yadında səhv qalmayıbsa. Daha sonra aradan bir müddət keçəndən sonra şəhərə bir yenə belə xəstəlik mi bürüyür, nəsə deyir, qara buludlar yenə şəhər üzərinə alır. Yenə kəhanəti görən insanlar çağıranda deyirlər ki, bu bəs nədən dolayı belə bir şeylər baş verib? Deyir, səbəb budur ki, kəhanət özün doğruldub. Sən atanı öldürüb və ananla evlənmisən. Ona görə də yəni bunu qaldıra bilmir də, bu kəhanət bunu qaldıra bilmir ki, bu necə baş verib? Başa düşmürlər. Daha sonra Edipus'un ayağındakı ləkəni falan görəndə anası şoka düşür ki, bu həmin o göndərilən uşaqdır. Həmin ölkəyə göndərilib, bunu aparıb həmin ölkəyə verib o balaca olanda. Orada o kəhanəti görən adam gəlib deyir, bu bir ölkədə olanda, deyir ki, sən ananı, atanı öldürüb ananla evlənəcəksən, bu oranı tərk edir ki, bu zaten bunun anası atası deyil ki, evlatlıqdır burada. Bu yoldan gələndə karvanda olan karvan əslində bunun öz atasının karvanıdır. Karvanda olan kralı öldürür, kral da bunun öz atasıdır. Gəlir o öz doğulduğu şəhərə, şəhərin başına da qalan Sfinksdir, yəni onları aşır. Söz verən də bunun dayısıdır ki, kraliçanı verəcək. Çünki bundan qabaq xəbər gəlir ki, kral ölüb. Yəni şəhəri heç kəs qutara bilmir və oğlu qutarır şəhəri. İndi o hardan bilsin ki, onun anasıdır. Əslində kəhanətdən qaçan Edipus kəhanətə gəlib çıxır. Güya oradan qaçır, taxt tacı qoyur. İndi bu Edipusun əslində kökündə nədir? Anasını sevir, anasından evlənir. Halbuki bilmir. İndi Edipin kökü oradan gəlir. Edip, yəni oğlan uşağının anasını sevib, atasına qarşı bir qısqanclıq sərgiləməyi. Məsələn, Edip kompleksinin çox sadə bir nümunəsini verək. Deyir ki, ata məsəl üçün tapı kurtka geyinib, misal gətirəm də, deyir yoldaşım kurtka geyinib gəlib deyir ki, bu necədir? Biraz aradan keçin də görəsiniz 3-4 yaşında oğul gələcək. Amma bu nətərdir? Özünü də göstərir. Yəni atam niyə etdi ki, mən anam ona baxdı, mənə baxsa. Elə qız uşaqları geyinir kablok falan balacalanda gəlir ki, ata bax, mamam qəşəkdir yoxsa mən? Bu da elektra kompleksidir. Baxın, ataya olan aşiqlik. Bu indi uşaqlıq dövründə okeydir. No, bu çox qalxanda, məsələn, bu çox belə şiddətli şəkildə davam edəndə doğru bir şey deyil. Bəzi oğlan uşaqlar olur, baxın, anasına o qədər bağlıdır ki, atasına nifrət edir. Anama deyir, qışqırdı, anama söz dedi, neynədi? Bu sağlam deyil. Və burada Edip kompleksi görünür və yaxud da elektro kompleksi də buradan görünür ki, məsələn, ana ilə ata dalaşır da, ana ata dalaşmır, ər-arvad dalaşır. Amma qızda elektro kompleksi varsa, qız anasına qarşı qıcıq duyacaq ki, atam incitdi. Çünki onu ata kimi deyil, biraz fərqli obrazda görür də, aşiqi obrazında görüləsində bir yerdə. Bu biraz qəribə səslənir, amma bu belədir. Necə? Orada məsələn, atasının zəhləskidi demək istəyirsiniz, tutaq ki, qızın. Bu başqa travmatik tərəflərə girir artıq. Yəni elektro kompleksi yoxdur deməkdir. Bunlar indi kompleksdir, adı bəllidir. Zaten normal bir şey deyil, olmasa daha yaxşıdır ki, amma həmin bu yaş aralığında bütün uşaqlarda olur. Bu demək deyil, həmin uşaq sağlamdır, sağlam deyil. Həmin 3 yaş arasında həqiqətən oğlan uşaqlar anasına bağlı olur. Ümumiyyətlə, oğlan uşaqları bir çox yaşa qədər anasına bağlı olur. Atanı biraz qorxu obyektimi görürlər, nəmi? Ananın özü də bu arada oğlan uşaqlarında bağlı olur axı. İndi bu da reallıqdır. Məsələn, oğlan uşağına Azərbaycanda var bir şey oğlan uşağına başqa cür yanaşdırır. Bilirsiniz, oğlum, padşahım, mümin, nə bilim nəyi. Necə? Hə, eynən. Siz də balacadır qaqaş. Siz də balacadır qaqaş. Hətta evin böyüyü olur. Kim? Onkoloji xəstəlik keçirir. Necə bir xəstəlik idi? Hansı versiyası idi? Arıqladı elədi. Dəyişdi. Yəni əsəbi biri oldu. 30 yaş var. Və nə yaşlı? Məsələn, necə dəyişdi? Emosional sferası falan da dəyişdi. Yəni empati qura bilmir falan kimisindən də. Necə? Bu xəstəliyi görəni. O barışmır, bir sözü xəstəliyin keçirməyini. Barışa bilmir ki, o niyə mənə gəlib yəqin ki. Universiteti qəbul ola bildi. Ximiyalar ziyan elədi və saçına, qaşına falan. Şu alıb.
Hı. Şu anda da insan çox dəyişir. Mənim də çünki çox yaxın rəfiqəm var. O 40-lıq borcunda xərçəngdən əziyyət çəkirdi. İndi 38 falan yaşı var. Yəni şükür Allaha yaşlıdır. No bax o Ankarada olub, İstanbulda. Bu Ankarada olub. Ankarada biraz daha ağır versiyalar olur. Dağın başında xəstəxana düşün ki, heç kim yoxdur yəni və sizin otağa heç kim girmir şu alanda. Siz bu qapının aşağısından qoyurlar. Yemək otağa da girmirlər. Düşünün günlərcə heç kimi görmürsüz və orada şuaya gedəndə sizə bəri başdan bildirirlər ki, 2-3 çamadan paltar gətirin. Yəni bir paltarı 2 saatdan artıq əlində saxlaya bilməzsən. Şua çünki onu çox pisinə qoyur da, təsəvvür edin, atırsan paltarı. Və hətta sənin bədənində bu qədər şua olur ki, sən balaca uşaqla təmasda ola bilməzsən. O şoğa keçər, o şoğa dərəcədə şoğa verirlər bədənə qurutmaq üçün də, yəni bir yerdə. Və bu çətin perioddur. Əgər qardaşınız ki, bu perioddan keçibsə, bu həqiqətən çox çətin bir perioddur. Yəni məsələn, uzaq qalırsan, o sən heç kəsin başa düşmədiyini düşünürsən, çirkinləşmə gedir adamda, istər-istəməz də bədəndə çox çətin bir perioddur. Yəni deyərdim ki, hələ o yaş da vəbşi çətindir. Nəcib evlənmə? Amma çox xərclər. Bəs 6 ayda bir ildə bir dəfə yoxlanır ümumi? Elə olur. Əla. Allah kömək olsun. Gəldik latent mərhələsinə. Latent mərhələsi, baxın, laf başa qayıdaq. Oral mərhələ dedik, individual enerji hardadır? Ağız ətrafında. Analda dedik, anal dəlikdə. Falikdə artıq oğlandırsa öz cinsiyyət orqanında, yəni cinsiyyəti tanıyır, qızsa qızda. Latent mərhələ yatmış mərhələ deyirlər. Libido enerji yatır. Yəni cinsi olaraq yatır. 6-12 yaş arasıdır. Uşaqda daha çox sosial bacarıqlar formalaşır. Oxumaq, yazmaq, məktəbə getmək, dostluq, sosial münasibətlər. Əgər bir uşaq bu yaş mərhələsində 6-12 yaşda bu sosial mərhələdə bunu tamamlaya bilməsə, sosiallaşa bilməsə, gələcəkdə yetkinlikdə asosial ola bilər, münasibətdə də çətinlik yarana bilər, o münasibət qurmaqda, çətin bir vəziyyətdə yaşaya bilər. Daha sonra yəni sosial bacarığın kökü məsələn burada atılır. Burada görürsünüz, libidal enerji artıq nəyə köklənir? Sosiallığa, dostluq, danışmaq, oxumaq, nə bilim, müəllimə, şagird, bu hansı ki, sferada olur. Bir bəzi yetkinlər görsəniz ki, münasibətə girə bilmir, münasibətdən əziyyət çəkir. Baxın, bu mərhələyə qayıtmaq lazımdır. Yaş oran olaraq 6-12 arası aralığına qayıtmaq lazımdır mütləqdir. 5-ci isə genital mərhələdir. Genital mərhələ 12 yaşdan sonra. Latent 6-12-dirsə, o 12 yaşdan sonraya aiddir. İndi genital mərhələdə belə bir funksiya özünü göstərir. Əgər mən oralda fiksasiya yaşamışamsa, yəni ilişib qalmışamsa, analda da bir problem yaşayacağım yəqin ki, ya da analdan keçmişəm, amma oralda problemim var. Hamısı genitalda gəlib özünü göstərir. 12-13 yaşdan sonra ortaya çıxır. Hansı mərhələdə problem yaşamısansa, artıq genitala yeniyetməli mərhələsi deyirlər. Baxın, valideynlərdən çox eşidirsiniz ki, uşaq tanıya bilmirəm deyir. Adamın düzünə qayıdır, bilmirəm, belə olur, pis vərdişləri var. Bu mərhələdə artıq digər mərhələlərin özünü, yığılmış versiyası özünü göstərir, hər mənada. Və bu mərhələ mənə görə heç olmayan uşağın məni gör mərhələsidir. Uşağını orada görmək lazımdır genitalda. Ən azından oralda bilmədik, analda bilmədik, yaxşı falikdə bilmədik, latentdə bilmədik. Genitalda uşağını gör. 12-13 yaşında artıq sənin uşağın sənə siqnal verir. Qəzəblidirmi, siqaretmi çəkmək istəyir, bilmirəm nədir, nədən asılıdırmı? Artıq sənə məlumat verir. İnadkardırmı, sferasını aşılmağa qoymurmu, təmizliyə, məsələn, elə adamları var, uşaqda 12 yaşı var, bildiniz, okabeşnikdir, bildiyiniz. Pilləkəni sayır, otağa sol ayağına gəlir, çıxır təzən sağ ayağından girir. Həqiqətən belə uşaqlar var. Bizə qəribə gəlir, amma var belə uşaqlar. Baxın, genital mərhələ bildiyi televizor mərhələsidir ki, digər mərhələdə sizə məlumat versin. Ən azından genital mərhələdə ki, bir köməklik göstərməliyik, bu mütləqdir. İndi buyurun, suallar, bu genital mərhələdə də libidal enerji artıq dərk edilmiş versiyada olur. Necə? 12 yaşdan sonra fikir verin, oğlan gəlir ya da qız gəlir, səncə bunu geyinim, yoxsa bunu geyinim? Artıq həqiqətən də belə düşüncə olaraq uşaq özünü bəyəndirmək,
sinif yoldaşına mı, mən qəşəng gör, saçımı görən belə mi yığım, yox belə mi yığım? Ya da oğlan məsəl üçün deyəcək, görsən şukan şalvarın içindən qoyum çıxardım. Amma hansını eləyim? Artıq bəyənilmək istəyir. Genitalda dərk edilmiş libidal enerji var. Oralda dərk edilmirdisə, analda dərk edilmirdisə, amma edilir, yenə də bir şey var idi. Amma genitalda bildiyiniz artıq hiss edir o qadın, kimin nələrsə, kişi də kişi kimi, bəli, formalaşma və real dərk etmə deyirik biz buna. Belə, buraya qədər sualınız varsa buyurun. Material açım, görün başqa nəyə deməmişəm. Genital sözünün sırf mənası yoxdur. Genital mərhələ kimi gedir. Amma belə genitalı tipdə işləyə bilərsiniz ki, yəni məhrəm bölgə kimi deyilir də, tutaq ki, məsələn, falan kəsin genital bölgəsi. Artıq libidal enerji sırf o, kişi isə kişinin məsələn misal gətirəm, yəni orqanına və ya qadının deyək ki, qadınlıq orqanına yönəlmə, libidal enerji oradadır kimi səslənir. Çox üzr istəyirəm. Yenə baxım görəm materialda nələr qaldı. Sizin suallarınız varsa fikirləşin. Mən bir dənə material açım. Materialsız danışdım. Deyirəm, bir dənə nəsə qoyaram. Dolu kəsdi ən azından. Amma bu ani yağış bizə ani gəlir. Bəlkə də bir ton yerə su töküldü. Məncə. Dolu nə qəribə idi. İlk dəfə də elə böyük dolu görürəm. Rayonda görmüşəm xırda-xırda. Bu qədər dolu olub böyük. Mən görməmişdim. Mən düşünürəm ki, təbiətdə nəsə dəyişiklik gedir. Nəsə problem var təbiətdə deyə düşünürəm. Fazil bəy, mən sizi canlı ilk dəfə də görürəm. Sizi heç tanımıram. Məsələn, harada işləyirsiniz, nə edirsiniz? Aha. Psixologiya. Aha, tamam. Bəs haranı bitirmisiniz? Çox gözəl. Mən demişəm əslində sizə, bunu demişəm. Siz test işləmişsiniz, bilirsiniz hansı test? Yəni dərsimiz bitib, deyirəm ki, maraqlı olsun da, yəni başqa bir test edək. Oasis testi işləmişsiniz? Yox. Dənizin qırağında? Yox. İndi sualı verəcəm, baxarsınız. Olsa deyirsiniz ki, hə, işləmişəm. A4 lazım olacaq yəqin ki, sizlərə, ya da telefona yazmaq istəyirsiniz. Mənə fərqi yoxdur, sizə fərqi varmı? Bilmirəm, bunu sizə, bir dəqiqə. Materialımız bu qədərdir, buranı söndürək.